Vatandaşımızı korusun, sen affetsin. Bəli, burada belki birlikte şekil çektirək. Görünsün. Rahat yaşayın, xoşbəxt yaşayın. 30 il əzab əziyyət içində yaşayın. Həm mənəvi əzab, həm də ki, qaçqın, köçkün kimi. Orada o sözlə artıq yavaş-yavaş lüğətimizdə. Yemək, gülmək, saat çalayı. Bu öndəlikləri vaxtı ilə bilirdik ki, Azərbaycan cəmiyyəti lazım gələrsə istənilən çətinliyə tab gətirməyi bacarmalıdır. Məhz müstəqillik, azadlıq, güclü dövlət naminə. Biz qələbə əldə etdikdə bir daha əmin olduq ki, ulu üzəri nə qədər gözəl qiymətli şeylər öyrənmişdir. Ömrümüz sağ olsun. O vaxt Azərbaycan xalqının tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan tam məhv ola bilər. 93-cü ilə qədər gedən proseslər onu gətirib çıxarırdı. Həm torpaqların işğaldan düşməsi, həm daxili çəkişmələr, vətəndaş müharibəsi, bunların qarşısını Ulu Öndər almışdı və nizami ordu quruculuğu da bunun adı ilə bağlıdır. Biz onun davamçıları sadəcə olaraq onun yolu ilə gedərək ölkəmizi daha da gücləndirdik. Bütün gücümüzü səfərbər etdik. Dəmir yumruğu yaratdık. Düşmənin başını əydik. Şimdi belə bayramları burada qeyd edirik. Bundan böyük xoşbəxtlik ola bilməz. Bir daha təbrik edirəm sizi. Çok sağ olun minnettarım. Bir daha bayram. Sağ olun.